Nabranda istirahət mərkəzində ağır yaralanaraq bir ayağını itirən və Almaniyanın Şirate klinikasında müalicə olunan 3 yaşlı İmran Cəfərzadə Bakıya qayıdıb. İmran Cəfərzadənin olduğu təyyarə yerli vaxtla saat 04:55-də Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib. Böyük təşəkkürüm var cənab prezidenta İlham Əliyeva və onun xanımı Mehriban xanıma. Bütün ailəmin adından böyük təşəkkürüm var. Birinci növbədə balaca İmranın adından böyük təşəkkürüm var. Mən gedəndə pis göz yaşlarımdan getmişdim, amma indi sevinç göz yaşlarımdan qayıdıram ki, onların köməkliyi ilə mənim balam indi ayaq üstündədir, öz aktiv həyatına davam edir. Bütün Azərbaycan xalqına mənim böyük minnətdarım var, cənab prezident başda olmaqla. Kim ki bu çətin vəziyyətdə mənimlə, mənim ailəmlə olub, hamıya böyük minnətdarlığım var. İmran özünü indi çox yaxşı hiss edir, yeriyə bilir. Bir ayağı bərpa olunub, digər ayağına isə protez taxılıb. Sol ayağında əyrilik qalsa da, müalicənin davamında həkimlər bu problemin də üzərində işləyəcəklər. Həkimlər İmranın Bakıda bir müddət qaldıqdan sonra müayinə üçün yenidən Almaniyaya qayıtmasını nəzərdə tutublar. İmran daha bir neçə əməliyyatdan keçəcək. İmran gördüyünüz kimi şükür Allaha yaxşıdır. Özü addımlar atır, özü yeriyir. Sol ayağında bərpa ediblər, sağ ayağında isə protezdir dizdən aşağı. Özü sərbəst başlayıb gəzməyə, yavaş-yavaş özü başlayıb sərbəst gəzməyə. İmranı qarşılayanlar arasında onun yaxın qohumları və jurnalistlər də olub. Artıq 8 aydan çoxdur ki, Almaniyada müalicə olunan İmran Cəfərov artıq bu müddətdən sonra doğma Bakıya qayıdıb və onun Bakıda qarşılanması böyük bir təmtəraqla baş tutdu və budur İmran hal-hazırda maşına minir və öz doğma evinə yollanacaq. Bugünkü gün bizim üçün ən sevimli gündür, bugün bayramdır, qadınlar bayramıdır, amma bizim ailəmiz üçün və mən elə sanıram ki, Azərbaycan xalqı üçün bayram kimi bunu qəbul eləmək olar, ikili bayram kimi qəbul eləmək olar. Çünki bu günləri İmran öz ayaqları ilə bizim torpağa ayaq bastı. Buna görə də mən bütün Azərbaycan xalqına cənab prezident İlham Əliyev və Mehriban xanım başda olmaqla hamıya minnətdarlığımı bildirirəm. Xatırladaq ki, 2013-cü ilin iyulun 21-də İmran Cəfərzadə Xaçmaz rayonunda fəaliyyət göstərən Nabran Holiday Village istirahət mərkəzində hovuzda olarkən qoruyucu barmaqlıq olmadığından hər iki ayağı həmin borunun içərisinə keçib və körpə ağır bədən xəsarətləri alıb. Hadisə ilə bağlı baş prokurorluqda cinayət işi açılıb, 3 nəfər həbs olunub. İstirahət mərkəzinin lisenziyası isə ləğv olunub. İmran Cəfərzadənin Almaniyadakı müalicəsi Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında Heydər Əliyev fondunun dəstəyi və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə həyata keçirilib. Gülnar Əzizova, Əhməd Məmmədov, Şöhrət Babayev, Yurt Xəbər.